Bir izləyicimiz yazıb ki, necə bilim ki, insana cadu olunub? Bunun əlamətləri nələrdir? Necə bilək, mənə cadu oldu ya yox. Bunu sadə dildə istəyirəm nəzərinizə çatdırım, məndən sizə yadgar qalsın. Hər bir insan özünü test eləyə bilər. Əgər özündən şübhəlidirsə, əgər ehtimalı varsa, narahatçılıqları varsa, bunun üçün hər bir şəxs dəstəmaz almalıdır, üzü qibləyə oturmalıdır. Üçüncüsü, bir stəkan su götürəcək, təmiz su, içməli su. O həmən sudan bir qurtum vuracaq. Elə bil ki, insanda yaddaş var. Həmən suyun da yaddaşı var. Bilirsiniz, elm sübut edir ki, içdiyimiz suyun yaddaşı var. Biz bu vaxtda danışacağıq. Bir qurtum həmən sudan içir, suyun tamını bilir, dadını bilir. Yaddaşı ötürür ki, bu şirin sudur, təmiz sudur. Və ondan sonra həmin suya Əlhəmdü surəsini oxuyur. Vələzzalinə qədər oxudu, üfürəcək ona. Yenidən İxlas surəsini, bu surəni oxuyur, həmən stakandakı suya üfürəcək. Ondan sonra Qur'an-ı Kərimin Nas surəsini oxuyub üfürəcək həmən suya. Ondan sonra Fələq surəsini oxuyub suya üfürəcək. Beşinci, Qur'an-ı Kərimin müqəddəs surələrindən biri Kafirun surəsi. Kafirlər haqqında surədir. Kafirun surəsini Qur'an-ı Kərimdən oxuyur, üfürür. Altıncı şərt, Ayətəl Kürsünü oxuyacaq və huvə əliyyül əzimə qədər. Həmən suya, necə başqa ayələri, surələri oxuduğun kimi, oxuyan kimi əliyyül əzim üfürürsən. Üfürəndən sonra bir dəqiqə gözləyəcəksən. Bir dəqiqədən sonra həmən suyu yenidən bir qurtum ya iki qurtum içəcəksən. İçəndən sonra əgər su dadında, tamında dəyişiklik baş versə, şirinlik olsa, suyun normal dadını versə, səndə heç bir problem yoxdur. Sənə heç bir cadu təsir eləməyib. Yox, əgər su pis dad versə, acılı olsa, torpaq qoxusu versə və ya balıq siminin iyin versə, balığın qoxusunu versə, o zaman böyük ehtimalla səndə cadu vardır. Bu bir test idi, sizin üçün nəzərdə çatdırdım. Allah pis nəfslərdən, pis əməllərdən və cinlərin və şeytanların şərrindən və cadükərlərin əməllərindən hər birimizi qorusun. Çox sağ olun hacı.